Salam dostlar, mən Toğrul Ahmet. Çox istədiniz ki, Az-Samad Xəzər videosu gəlsin. Bu videoda həmin avtomobilləri göstərəcəyik. Az-Samadla başlayaq. Bu da Xəzərin markası gedir də. Ağ rəngdə, həmişəki kimi perodoklu. Perodok olmazsa olmazdı da. Güzgüləri eski güzgülərdir deyəsən. Diqqətlə fikir verin. Ağ rəngdə, qəşəng görürsən. Perodok konkret layda, qalxıb normalni. Efir görsənər. Bu maşına perodok həqiqətən qəşəng tutur. Disklərə baxın uşaqlar, rəngi də çox özüdür ha. Birinci baxanda heç deməzsən ki, Xəzərdir. Baxırsan deyirsən bu yəqin BMW zaddır. Köhnə modellər var, hardasa 2002-2003-cü model BMW-lərə oxşuyur. 2003 yox, 99 zad, 98 belə modellərə daha çox əslində. Disklər falan özü də. Bir də PM antina tutur ha Xəzərə. Qəşəng görsənir. Stoplarına baxın uşaqlar, maraqlı stopları var həqiqətən. Demirəm, elə bir BMW-yə oxşuyur. Köhnə model. Qəşəng. Logoya baxın, logosu qəşəng görsənir ha, atın logosu. Normalda Ferrari'də zad da olur atın logosu, bizdə Xəzərdədir. Dumanlara baxın uşaqlar, LED-lərə dumanda. Perodok da özü də ha. Buna da S güzgülər qoyulubdur. S güzgü fikirləşməzdim ki, Xəzərə yaraşar, amma həqiqətən qəşəng yaraşır. Tək şotka, fiyoleti patpres. Benson patpresi deyəsən hətta. Bu maşında sadəcə fikir verirəm, disklərini dəyişmirlər. Disklərini dəyişsələr, fərqli disklər qoysalar maraqlı görsənər. Xəzər sürənlər varsa mütləq, yəni çalışsınlar fərqli disklər qoysunlar, qəşəng görsənsin. Yəqin ki, bizim digər videolarımızda olacaq. Keçid alaq növbəti videoya. Oyda uşaqlar. Yəni bu Xəzərdən o tərəfi yoxdur. Mən düzü seçmişdim videoları. Amma ən xoşuma gələn Xəzər bu oldu. Özdə Azərbaycanda yığılmayıb da bu, xaricdə yığılıbdı. Çox peçat yığıblar. Bax disklərinə baxın, bir dənə faranın özünə baxın. Əgər baxsan maşına deməzsən ki, Xəzərdir. Konkret BMW-yə oxşuyur. Məncə bu Xəzər elə Xəzərdir ki, konkret yəni fərqlənərsən də. Hara getsən, ağzın suyu axa-axa baxacaq ki, bu nə maşındır belə. Sizə də göstərim, baxaq. Tokyo, Japonya. Passatqa da konkret oturub ha. Tam yerdədir maşın. Bir dənə fikir verin uşaqlar, farasından tutmuş, diskindən tutmuş, Passatqasından, güzgüsündən tutmuş. Çox qəşəng görsənir ha. Bu arada maşın ərəb nömrəsi iləndir uşaqlar. Xəzər İran maşınıdır. Yox, İrandadır bu. İranda yığılıb deyəsən hətta. Oyda, həqiqətən yəni çox peçat yığıblar ha. Qəşəng. Faralar, ledlər zor idi ha. Səhrayı rəngdə ledlər ləzzət edir də. Temada ha, qəşəng görsənir. Prosta moykadan çıxır maşın, amma güzgülər zadı yenə batıb. Silmək lazımdır yəqin ki. 75 Naxçıvan seriyası. Naxçıvandan izləyən izləyicilər varsa salam olsun. Bu disklər Xəzərin konkret üstünə oturur da, yəni. Çox peçat görsənir. Bir dənə gedəndə baxın nə qəşəng görsənir disklər. Çox super görsənir ha, maraqlıdır. S güzgülər yenə də. PM antina. Bax bunun faraları şu fərqlənir bax konkret. Çox peçat da. Bu rəngi də özüdür uşaqlar. Çox peçat görsənir, bu rəng oturur maşına. Prosta disklər o deyil. Paradoksat da qəşəngdir. Bir dənə disklər dəyişilməlidir. Zavod disk nə bilim, brat, məncə yaraşmır. Sizcə necə? Siz nə düşünürsünüz? Yəni disklər dəyişilsə çox zloy görsənir də maşın. İctimai TV. Bu Xəzəri yəqin ki, çoxunuz tanıyırıq. Ən çox trend olan Xəzərlərdən biridir. Bu arada qeyd edeyim ki, ablisovkasına bir dənə diqqətlə fikir verin. Disklərinə zada. Bu qaqaş konkret, yəni patpresindən tutmuş vid verir də maşına. Çox dəyişikliklər eləyib. Maraqlı dizaynda yığıb maşını. Və konkret olaraq TikTokda, nə bilim, digər sosial şəbəkələrdə öz sözünü deyib də, yəni öz stili ilə, öz forması ilə seçilibdir. Həqiqətən ablisovkanın stili konkret, yəni adamı heyran eləyir də. Bunun kim düzəldibsə ablisovkanın halal olsun. Çox peçat görsən. Maşın canavara oxşuyur. Ağzını açıb gəlir elə bir. Həminki Xəzərdir. Powerful Kurşitel. Stoplar, bir də farlar tündləşdirilibdir yəqin ki. Arxaya fiolet və plyonka çəkilib. Maybəkin loqoları qoyulub, fikir verin. Əslində pis görsənmir loqolar, amma nə bilim, sadə olsa, loqosu olsa bəlkə də daha qəşəng görsənərdi. Bilmirəm, mənim fikrimcə. Bu Xəzərdə deyəsən, yox, bu Xəzər başqa Xəzərdir. Amma oxşuyur amma bayaqkına. Bir dənə stopların formasına baxın, nöqtə-nöqtə gəlir. Çox qəşəng görsənir. 99.97 qəşəng. Disklər falan da, perodok da özüdür, maşallah olsun. Bir də ki, qaqaş arxasını sadə qara plyonka eləyibdir. Mənim fikrimcə, yəni fiolet və plyonkadansa sadə qara daha zloy görsənir də bu maşına.
Qara rəngi qara tutur həqiqətən. Xuliqanski Xəzər, Zamoskalar, qruntlara bir dənə fikir verin uşaqlar. Arxası konkret düşüb də maşına. Fikir verin arxası nə dərəcədə aşağı düşüb, elə bir bez purjindir. Bu arada uşaqlar qeyd edeyim ki, Xəzərdə yəni purjin olmur. Onda adı yadımdan çıxdı. Onda bir dənə kaylover kimi olur. Aşağı salırlar, tam zavodskoydur yəni. Problem yaranmır. Aşağı salanda ona ilişə bilmirlər. Çünki purjin dəyişmirsən, bir şey eləmirsən. Amma həqiqətən bilmirəm. Bəzən Xəzər sürənlər deyirlər ki, bizi peridoka görə cərmələdilər falan. Mənə çox maraqlıdır ki, yəni bu maşında purjin yoxdur da, yəni açırsan, aşağı düşür, qalxızırsan, yuxarı düşür. Kaylover kimidir. Onu nəyə görə cərmələyirlər, hansı maddə ilə, nə tər cərmələyirlər, çox maraqlıdır mənə. Bilən varsa şərhlərdə yazsın. Bu mənzərəsi də zordur, çəkiliş də zordur. Beznomer özdə uşaqlar. Dediyim kimi bir dənə diski, heç olmasa diski dəyişmirsiniz də, bir dənə diski fərqli rəngdə, qara rəngdə rəngləyin, görək necə görsən. Yəni mən bu dəqiqə Xəzərim olsaydı, disklərin 100% ən azı qaraltmışdım ki, qara rəngdirsə əgər Xəzərim. Görüm necə görsənir, vid verirmi? Məncə çox qəşəng görsənir. Yəni bildiyimiz fıs-fısla yox da, fıs-fısla qaralasaz pis görsənəcək. Amma orijinal kraska ilə qara rəng kraskalası çox peçat tutar məncə zavodskoy disklər. Bu da çox qəşəngdir, ağ rəngdədir. Hamı nömrələri çıxarıb çəkilir, deyəsən elə vid verir. Ya da ki nömrələr normal nömrələr deyil deyəsən. Ağ rəngi ağ qəşəngdir, amma qara disklərdən qara rəngi çox peçat tutar. Bu arada Xəzərin zavodskoy farası deyəsən belə dizaynda gəlir. Bilmirəm bu uşaqlar şəkildə görürsüz də, bu özü zavodskoy belə gəlir fara. Çünki yoxsa sonradan yığılma faradır. Çünki baxıram bütün Xəzərlərdə eynidir. Yəqin ki zavodskoy olar. Zavodskoy gəlirsə həqiqətən qəşəng görsənir. Fikir verin hamısında elədir. Elə bilirdim özləri yığırlar nöqtələri. Çox peçat görsənir ha uşaqlar. Bu nəsə təzə modeldir deyəsən. Çox zlo görsən ha uşaqlar, efir görsən. Bu maşın yəni yüngülvari BMW-yə oxşayır mənim fikrimcə. Bilmirəm sizə necə gəlir. Həm də ki biraz da Priora vidi var. Priora ilə BMW-nin qarışığıdır. Peridoku da özüdür. Dostlar, burada videonun sonuna çatdıq. Videonu bəyənib kanalımıza abunə olmağı, ən əsası da bildirişləri açın ki, video paylaşılanda sizə bildiriş getsin. Unutmayın və hansı maşının incələməsini istəyirsə mütləq şəkildə şərhlərdə bildirin. Bizim tək belə videolarımız yox, kanalımızda bir çox videolarımız var. Həqiqətən yəni o videolara baxmayıbsınızsa mütləq şəkildə kanalımıza göz yetirin. Çünki çox maraqlı, qəşəng videolar var. Baxmayıbsınızsa çox şey qaçırmısınız. Hələlik bizdən bu qədər. Sağ olun, salamat qalın.